Bugünkü videomuzda qoyunçuluqda edilən başlıca səhvlər haqqında məlumat vermək istəyirəm. Qoyunçuluqda uğurun çox düzgün idarə etmədən asılıdır. Amma praktikada tez-tez eyni səhvlər təkrarlanır və bunlar həm məhsuldarlığı, həm də gəliri ciddi azaltmış olur. Ən böyük və geniş səhvləri qısa şəkildə izah eləmək istəyirəm. Birinci səhvdən başlayaq. Səhv 1 deyək. Yemləmənin düzgün planlaşdırılmaması. Bir çox təsərrüfatda qoyunlara, mövsümə və fizioloji vəziyyətə uyğun yem verilmir. Uyğun yem verilmir də, az, belə deyək, miqdarından az və yaxud da çox verilmiş olur. Məsələn, boğaz və ya süd verən qoyunların daha keyfiyyətli yemə ehtiyacı var. Təkcə otla kifayətlənmək məhsuldarlığı aşağı salır. Sonra ikinci səhv. Otlaqdan yanlış istifadə. Eyni sahədə uzun müddət otarmağa torpağı zəiflədir. Və otun keyfiyyətini aşağı salır. Sözsüz ki, qoyunun eyni ərazidə, geniş müddətdə otarılması belə deyək də, qoyun otdur yerdə ot tapa bilmir. Bu da sözsüz ki, qoyunların zəifləməsinə səbəb olmuş olur. Bir də rotasiya, sistemi var. Növbəli otlaq sistemi tətbiq olunmadıqda həm torpaq, həm də heyvan zərər görür. Məsələn, eyni ərazidə deyək ki, qoyun otarılırsa, onu ərazinin məsələn tutaq ki, sahəsinə uyğun, qoyun sayına uyğun müəyyən hissələrə bölüb, tutaq bir həftə bir hissəsində, gələn həftə o birisi hissəsində otarmaq daha məsləhətlidir. Üçüncü səhv. Xəstəliklərin gec aşkarlanması. Profilaktik tədbirlərin peyvəndləmədir, parazitlərə qarşı mübarizə vaxtında aparılmaması böyük itkilərə səbəb ola bilər. Xəstə qoyunun gec fərq edilməsi sürü daxilində yoluxucu xəstəliklərin sürətli şəkildə yayılmasına səbəb ola bilər. Dördüncü səhv. Seleksiya və damazlıq işində diqqətsizlik. Yaxşı genetik keyfiyyətə malik qoç və qoyun seçilmədikdə sürünün ümumi məhsuldarlığı aşağı düşür. Təsadüfi cütləşmə uzunmüddətli zərər verir. Bir də məsələn, eyni deyək ki, sürü daxilində yaxud da kiçik təsərrüfatlarda əsasda qoçluq heyvanın kənardan gətirilməsi daha məqsədə uyğundur. Çünki o saxladığın qoyunun içində qoç saxlasan, sabah o anasından və yaxud da anasının doğduğu quzularla cütləşməsi təsərrüfatın zəifləməsinə, cırlaşmasına səbəb olur. Beşinci səhv. Sığınacaq şəraitinin zəif olması. Sığınacaq deyəndə sözsüz ki, burada tövləni nəzərdə tuturuq. Qoyunlar soyuğa davamlı olsa da rütubət, külək onlar üçün ciddi problemlərdir. Pis havalandırma və nəm mühiti xəstəlikləri artırır. Altıncı səhv. Su təminatının yetərsizliyi. Bəzən fermerlər suyun əhəmiyyətini az qiymətləndirir. Təmiz və davamlı su mənbəyi olmazsa yemləmə də effektiv olmur. Yeddinci səhv. Quzu dövrünə diqqətsizlik. Doğum vaxtı və sonraki dövr düzgün idarə olunmazsa quzu tələfatı artır. İlk günlərdə düzgün qulluq çox vacibdir. 8-ci səhv. Qeydiyyat və planlamanın olmaması. Hansı qoyun və nə qədər məhsuldardır, hansı xəstəlikləri olub, bunlar qeyd edilmədikdə düzgün qərar vermək çətinləşir. Məndə olan heyvanları mən aldığım ilk gündən
onların müəyyən kitabça tutmuşam. Orada qoyunların qulağına birka yəni taxılıb və qoyunlar orada belə deyək də sayları rəqəmlərlə orada qeyd eləmişəm. Məsələn tutaq X qoyun, 5-ci qoyun məsələn. Nə vaxt qoçlanıb, nə vaxt doğub, erkək doğub, dişi doğub və yaxud da ki, hər hansı xəstəlikləri keçirib. Doğduğu quzunu süddən ayrılma vaxtını belə qeyd eləmişəm. Yəni quzuları mən 3 ay müddəti yəni tamam olanda doğandan sonra anadan ayırıram. Sonra 9-cu səhv. Peşəkar məsləhətdən istifadə etməmək. Baytar və ya mütəxəssis tövsiyələrinə əməl olunmaması uzunmüddətli problemlər yaradır.